Salam aleykum, yeni vlogumuza hoş gelmişsiniz. Salam aleykum herkese, hoş gördük her birimizi. Oy baştan deyip, hem yaralı yerim. Ne deyirsən? Ama önceden deyirəm, videonu axıra qədər izləyin. Çox maraqlı olacaq. Oy, Və şovlar bəyənin, çıxdıq. like vurun, komment yazın. Biz sizin hər birinizi çox istəyirik. Siz də bizi dəstəkləyirsiniz. Allah razı olsun hər birinizdən. Vloga davam. Bir nə, telefonumu yandır görüm saat neçədir. Görsəni. Görsənmir axı. 2:13 görsəndə, senin şəkli. 2:13 gecə çəkdir biz küçədə. Hara gedirik? Təbii ki, Bravoya. Bravo. Gedək Bravoya. İndi orada da çəkiliş eləyərik yəqin ki. Daşlarından bizlə əlaqə saxlasınlar. Biz illərdir ki, Bravo-nu reklam. Vallahi. Bizim səhifə yarısı elə Bravodan ibarətdir. Həqiqətən, yəni çox adam elə bilir ki, biz reklam qarşılığında gedirik ora və Allah şahiddir ki, elə bir şey yoxdur. Həqiqətən deyirəm. Olsa bir şey olur. Bəziləri inanmır. Həqiqətən mən özüm də baxsam, yəni bəlkə də mən də inanmaram ki, bu qədər ki biz çəkiliş eləyir. Yəni Təmənnaz. Çünki Bravo-nun belə deyək də reklama ehtiyacı yoxdur. Başqa mağaza ola deyərəm ki, hə, məsələn onların qalxmağa ehtiyacı var. O mağazanın tanınmağa ehtiyacı var. Ona görə yəni reklama müraciət edir. Yəni Bravo-nun özünüz bilirsiniz ki, reklama ehtiyacı yoxdur. Yetərincə kütləsi də var, ya müştəriləri var. Yəni elə bir şey yoxdur. Bax buna dedim ki, gəlmə bizlə. Nənəsi evdəydi. Bax dedim yat. Baba ona görə indi yoxlayır. Ağladı, özünü öldürdü. Uşaq ayıq qalar. Mən yəni bu yaşımda olanda indi qaranlıq gəlir də yanıma belə yaraz, yəni çox Allah şahiddir ki, yəni bu yaş yox, ya lap deyək birinci sinifdə oxuyanda, ikinci sinifdə oxuyanda. Yəni mən bu vaxt yatmağım ağlıma gəlir. Həqiqətən deyirəm. Mən 11-də yatanda əvvəl mənə evdə deyirlər, ay gecdir, sən neynəmirsən bu vaxtda uşaqlar 11-də yatanda. 10-da maksimum 10-da yatırdım. Həqiqətən deyirəm. Maksimum saat 10. Yox, mən o qədər dedim ona ki, yatırdı da, yatışdırmağa çalışdım, şey elədim ki, bu gəlməsin bizlə. Yox, ağladı, özünü öldürdü ki, gedirəm. İndi yuxulayır. Ancaq belə bir şey də var da, niyə belə düz danışaq, səmimi danışaq ki, yəni, əgər evdə uşaq, məsələn, böyüklər gec yatırsa, uşaq da baxır hərəkət edir, həqiqətən deyir. Bəlkə də biz, məsəl üçün, rejimlə yatıb dursaq, o uşaq tək qalıb görək, necə ki? Ev özü də məcbur qalıb. Mən fikir vermişəm də, biz ayıq olanda bu ayıq olur, əvvəl-fəs. Biz, məsəl üçün, istirahət yatmağa hazırlaşanda, görürük ki, artıq həqiqətən yatırıq, allatmaq yox. Yəni, həqiqətən görür ki, hiss edir ki, indi uşaq allatmaq olur. Yəni, bəlkə vaxt deyil. Görür ki, yatırıq, onda gedir yatmağa. Saatın fərqi yox, 3-də də yatına gedir yatmağa. Söhbət edirəm, elə. Elə də qoymuram, axı, yatsa durmayacaq. Neyse, sənə də danışım, izləyəcəkdə mən qulaq asılıyım. Hə, doğrudan yazıda çox danışır, hə, vlog çəkirik də, sakit qala, niyə danışmalıyıq da biz? Neyse, danışmırıq. Kişdi yenə, yaxşı. Gedək birazdan görüşərik. Nədir o? 4.59-dan çıxma. Evdə var da bundan doludur, şeylə almışıq. Yekə, keçən dəfə. Çəksən. Bu dadır. Şey deyə, yumuşaldıcıdır. 3.99-dan. Bu da yox. 23.35-dən. 13 manat. Bu yaxşı filmdir. Acı. 13.99. Ya bir dənə götürək çünki yoxumdur. O ağardıcı gel çeşidləri. Bu nə düşür? Ala bu deyil. Odur. Deyirəm axı. Domestos 3.19-adır. Deyirəm axı, Domestos bu qədər düşməz. Domestos. Gəl bunu yoxlayacam. Eli ilə əblidən uzaq qoy. Yaxşı da dönərik. Gözlə bir dənə bura baxaq. Oy, bu xeyr yox. 11 manat 40 qəpiyinə qədər. Ha, bu plat. Xeyri bu qiymətə. Gedəyəm.
Ya kompleks sabah uşaqlara. Canım uşaq. Dipçəklərə bax 10 manatdan düşmür. Ağırdır. 10 manata. Yaxşıdır, qəşəngdir, zibili də qalır bunun içində. 10 manata bax, 5 manat olsaydı alardım. Bunlar yaxşıdır, stəkanla bir yerdə. Salam verin, necəsiz var? Tətildə. Biri 50 manatdır, biri 45 manat. Yıxılarsan otur. Burada uzaq. Yaxşıdır, bu 60 manata çatır. Amma qəşəngdir, çatır deyə. 14 manata. Şalvarların qiymətidir, görürsən, remendir. Remen, bax, remenlər Kənan 14 manata. 15 manat. Deyil, əslində. Gedirik, hara gedirik özümüzdür bu. Bunlardan elə xoşlayıram ki, uşaqların otağına çox istəyərdim, alım, yerlənsinlər. Burada otsam qırılar bu. Yox, burada qırılar, burada taxılıb ki, məsələn. Aşırılar onu. 60 manata əladır. Bax, 1.25-ə düşüb, bravon klipı. Bunlar çox yaxşıdır da, mən bazara aparıram elədir. Amma dözümlüdür, gör neçə vaxt. Hə. Bundan götürmək olar bir dənə. Gözlüyünə az 20. Baba yekəsi gözlə. İçinə şey var, onu çəkməkdir. Biraz yaxşı çəkdir. Sən tut çək. Uzaqdan çəkirsən. Bunlardan çək. Gedən də elə kuloklara usta veririk də pul. Elə ondan sonra buna bax. Ha, deyinirsən bunu. Onsuz kuloklara alırıq da, 10 qəpik, 10 qəpik, 10 qəpik. Neçədir şu 1.25? 25. 10 qəpik nədir? Kulak 10 qəpikdir. Gəl çıxır da. Şurçkaya Bura paltar elədi. Hə. Qiymətləri 17.50. Yaxşıdır. Belə də çəkək. Hə? Hüseyin alsa buraya gedər, Minecraft. Çünki 40 manat vermək də qoyur. 40 manat? Maşallah. Əvəz invalid olub. Burada razdivалка al. Burada şey mallar deyə baxırsan yaxşı mallar. Burada biraz maşın üçün olan şeylərdir. Ola bilər də xanımlar, maşınları var. Bəylər də baxa bilər. Bir də burada çox belə endirimə düşübdür. Maşın üçündür. Bilmirəm alım, almayım. Telefon tutacağıdır. Belə bir şeydir. O belə. 2.70-ə düşür. Ha, bu nə? Bu yaxşı şeydir. Bunun qiyməti neçədir onu bilmədim. Premium parts. Bunun qiyməti deyil. Posta. Ha, yox, burdadır bu, ha. Kopman. Kopmandır ki. Çok uçuşmuyor. Ancaq o bəzi marketlərdə görürsə belə qaldırır. O görürsüz 6.80-da aşağısında. Yəni 6.80-da, bu da 6.80 olur, 5.25-ə düşür. Bu neçədir axı? 5.25-dir də yəqin. Ha. 5.25-ədir. Bu mu yaxşı şeydir, möhkəm şeydir. Belə iyili şey var burada. Şeylər o pişik üçün yem qablarıdır. Yuxarıda oynamağa şeylərdir. Burada belə heyvanlar üçün tutacaqlar var.
Yuxarıda da var. Tələ var, bassan sonra. Belə şey var. İçimizdirmək üçün olmaz. Yemlər var burada, bax belə. Şimdi ucuz da bu. 500 qramlığı 2 manat. Ha. Burada sulu yeməklər var. Gələm. Mən heyvan sevər insanlar üçün çəkim ki, burada baba bunlar hamısı heyvanlar üçün olan ad deyildi. Çiçək qablara. Belə bir qab, bura qab polkasıdır. Bura çox yekəddə, yəni 20 yanvardır. 40 min çeşid var burada, nədir? Bu nədir? Aa, nə yaxşıdır. 14 manat düşür. Vardadır. Rəngləri də var. Dənizin zadaşı pikniyə. Bu yuyulmur ha. Necə yuyulmur? Bu nə mənası var ki, elə şüşaf var da, bunu yuyulacaqsansa əgər. Nə mənası var? Qaşıq, Bilirəm, deyirəm yəni. uşaq qaşıq şeylər. Həm də qabı da var da. Bəsdir də, bu cipsidən yorulmadın sən. Bu qədər cips yiyək. Aç yiyək. Maşında yiyərik. Bir dəyiş də çipsən dəyiş deyir. Nəyini sən? Yaşıl nəyə açırsan? Eyni şeydir də. O rozudur. Hə, rozu rəngidir. Bu da boz. O da boz rəngi. Məncə boz rəngi daha yaxşı görsənir. Hə? Götürməksən? Yox, neyinirsən? 15 manatına versən mən 15 gün özümə gələm mənəm, bəsdir. Bəs bütün gün Rasxod rayondan da pikniyə ora-bura. Qalmışıq axı elə bir rayonlarda bütün günü. Bizə də lazımdır axı bu. Elə hiss elə ki, içirsən. Hiss eləmək istəmirəm mən. Mən 15 manat hiss eləyirəm. 15 yox, 14. Elə dedin 14 manat, elə bir ki 14 manatda 1 manat elə bir ki şeydir. Yox, indi Böyük fərq. 14 manat nə puldur? 14 manat ver də mənə. 5 manat. Bax, 5 manat. Yıxılacaq mı? Hə. Bəlkə durasan gedək. Deyirəm gör nələr çıxardırlar. İnan ki. O dayanmayacaq. Onu dəyişdə bayaqdan biraz sana. Nəyi dəyişir? Bunun qarın ağrısı buydu ki, dəyişək onu. Baba bunu qoyaq. Baba bunu. Getdik. Hə? Abi heç olmamış çıxıqdan səbəb olur. İndi belə deyirəm ki, eləməyəsən. Qabaqdan gəlmişdi yerin. Nədir bu? Slippi. Slippi də pis bir modeli. Axır vaxtlar yaman moda minib. Gəldik konfetlər olan yerə. Biz qiymətlərini çəkeyim sizə. Bu da qəşəng konfeti düşüb, roşen. Saqqız kimi olur bunlar. Yox, baxıb çəynəyir. Hə? Seçibləri çəynəyir. Ən dadlısı odur. Amma marketin özəlliyi budur ki, yəni seçirsiniz də ürəyiniz istədiyi şeyi dənə-dənə də olsa seçirsiniz. Düzdür, bazar bura nisbətən ucuz ola bilər. Meyvə məsələm üçün oldu. Mən Vasmoyun bazarına getdim. Yəni elə oldu da, hə? Ucuz idi, söz yox. Amma belə əlimizi vurun, yine özümüz seçək. Yəni kimdəsə necə o gəldi evə yarısı xərab, yarısı belə. Bizə demək də olmur. Qiymət ucuz verirlər deyənə. Desəndə yəni onsuz da imkan vermirlər seçməyə. Yalnız burada məsələ oldu ki, dənə-dənə də olsa seçirsiniz də. Heç kimsə ya təsəvvür alçanı burada mən dənə-dənə seçirəm, irlərini götürürəm. Heç kim ya mən istədim ki, seçmə. Ola bilər qəpik fərqi olar falan.
şəkil olsun da, ancaq belə şeylər var. Niyə heç kim yoxdur da, sərbəst gəzirsiniz, heç kim narahat eləmirsiniz. Düz deyə axşam vaxtıdır, yəni lap adam olsa da adamın üstünə, yəni işçilər gəlib müdaxilə eləmir də. Başımızın üstündə dayanan yoxdur ki, nə lazım, nə lazım. Yəni rahatçılıqdır, sərbəstçilikdir, genişlikdir. Eyni yerdən hər şey ala bilirsiniz. Malları təzədir, keyfiyyətli. Mən burada, yəni bravo da, vaxtı keçmiş mal görməmişəm də, niyə yalan deymişəm. Ancaq çox marketlərdə görmüşəm. Yəni bravo da mən görməmişəm onu. Həqiqətən deyirəm sizə. Biraz qiymətləri göstərək. Burada bir dənə mən görüm o konfetdən var. Özü onu bəyənmir. Mənim uşaqlığımın buradadır. Uşaqlığımın konfeti. Bundan götürdün? Kim yeyib bunlar? Roşen firmasınındır, Karovka. Ən dadlı Karovka bu. Məsləhətlərimiz varsa konfet baxımından həqiqətən. Bunda hər konfeti yemirəm. Təsəvvür bu boyda şeyin içində, bu boyda 2-3 dənə şey xoşuma gəlir. Başqa etsin. Bu nə edir? Nə edirsən? Kasır işləyirsən. Tamam, hələ buna baxın, buna baxın. Bu köhnələr mənə başa düşər nə deyirəm. Yirsən bundan. Ağzının dadını bilən insanlar. Yirsən, Bu da yemirsən. köhnə konfet. Ha, yirsən, yemirsən nə də o? Nə danışırsan sən? Deyirlər axı halal deyil. Halal deyil. Kim deyir halal deyil? Mən heç xoşlamıram. Baxın bunun. Bunun üstünə nə yazılıb? Üstünə yazılıb halal deyil. Vallahi mən bunu gözüm açandan bundan satırlar, amma da yeyir bunlar. Düşmək istəyir. Gözdə gəlir. Buradakı Kinder Zona. Kameramanlığın sıxıb gecə vakti. Git çağır gəlsin çəksin. Söhbəti biraz doldurmuşuq, amma yaddan çıxıb çəkmək. Gedək o yana. Şey var indirimdə, vitamin. Sarı kız. Vitamin. Gedək o yana. Su var evdə, gəl. Salat zad eləməyə biraz şey götürək. Evdə salat yapmaya. Bura girək. Sən öz şeylərini yığmısan əlvə, deyirsən bəsdir də. Öz şeylərini yığıb əlinə deyir bəsdir. Salatdır, bostan. Yuxuluyam da. Bu vaxtı bazarlığa gələrlər. Pomidor da var ya, turşu. Yonca da var. Nə? Tüyü az qalmış. Göbələyə bax, 7 manat 55 qəpik. Qara zeytun. Qara sevmirəm. Sevmirəm. Bunlar nədir belə? Badamcan tomat sosundur. Götürüb, prosta qara xoşlamıram. Hələlik 1 kiloluq. Biz nə qədər düyü pişiririk, Allahım. Hansını?
O da çox yekə deyil. Nə bilim. Ha? Hansıydı buydu? Nə bilim. Hı? 23'dən. İndi gəl bil ki, bu pişirmək üçündür, yoxsa salat üçündür. Həmişə çaşdırırım. Pomas. Olivia Biri demişdi, şeydəki pomas almayın. Valla bilmirəm. Yağları ektivadan yağmacıdan gəlir. Zeytun posası və yağmacıdan. Onlar bilərlər, işçilər oradaydı. Bir saatlıq qızğın söhbətdən sonra nə qərar verdin? Zeytun söhbətini bunun kimsə anlayışı olmadan varsa xahiş edirəm. Yəni həqiqətən bilən adamdır. Yəni bilməyən adam yazmasın. Yəni internetdən məlumatı düz deyib, məlumat onsuzlarınızı toplayırıq. Ancaq dəqiq də, yəni belə deyək də. Əgər o məlumat təsdiqlənirsə, bilirsə ki, o dəqiq məlumat söhbəti yazsın ki, pomas nədir, Rivier, rafinə edilmiş bir var, iki var, qardaş rəngləri var olar. O görürsünüz, bu ekstradır, qırmızı rəngdir. Bu tünd yaşıl rəngdir, bu açıq yaşıl rəngdir. Yəqin ki, telefonda rəngləri bilmirsiniz. rafinə edilmiş, Bu nə Riviera. üçündür, rafinə edilmiş. Riviera nə üçündür, ekstra nə üçündür. Ekstra virgin zeytun yağı, Riviera zeytun yağı, rafinə edilmiş zeytun yağı. Üçü də zeytun bağlarının firmasının. Yəni, bunlar hansıdır? Bu qırmızı hansıdır, tüm yaşıl hansıdır? Bilən varsa yazsın da qızartma üçün. Bu da ki, burada yazılıb pomas zeytun yağı. Yəni bizə bir nəfər yazmışdı ki, bundan öncə pomas ziyandır falan. Yəni vallahi bilmirəm. Günə baxan, günə baxan. Divo'da yazmış. Buna günə baxan. Tivo yanındadır. O da indirimdəydi. Tivo da indirimdədir. De burada. Təbii zeytun yağı. Bizimki deyə də baxışırım. Ondan istəyirdim. Qatqı və ağardıcı. Çay var idi əsas, alaçay. Yoxdur, çay da yoxdur. Gedək o yandan götür, gəl. Gəl o yandan götürək. Hay canım. Sən oca qudurdun axı deyəsən. Harada ziyanlı şeylər var, yığdı səbətə. Puding götürək, Hüseyin xoşdur. Çikolatalı. Bir dənə şokoladlı götürdüm. Hə, mütləq. Kofesiz həyat yoxdur. Aa, burada. Yuxu basıb məni. Getdi. Deyəm, gəl buradan gedək də. Aa, 59 qəpiyə düşüb şey. Ayamçı. Baxın 6.20-dən 3.59-a düşüb 50. Bax kimsə bizim tarlanı götürüb, sonra fikri dəyişib gətirib qoyub bundan götürüb. Götür.